Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Ənə və Ali min şəcərətin vahidə və nas min əşcarin şəttə. Peyğəmbər buyurur ki, mən və Əli bir şəcərədənik. Yəni, şəcərə zahiri məna baxımından, yəni bir ağacdan, bir kökdənik. Amma maraqlısı buradadır ki, Peyğəmbər davamında buyurur ki, və insanlar isə min əşcarin şətta. İnsanların hesabı ayrıdır. Onlar pərakəndə budaqlardandılar. Və ikinci maraqlısı budur ki, məsələn, normal halda Peyğəmbər buyurmalı idi ki, bizim baxışımızla, mən və Əli bir ağacdanıq, bir şəcərədənik, amma insanlar müxtəlif şəcərələrdəndir. Buyurmur min əşcarin müxtəlifə, müxtəlif şəcərələrdən. Buyurur min əşcarin şətta. Burada iki məqama diqqət eləmək lazımdır. Bir, Həzrəti Əli əleyhissalamın Peyğəmbərlə bircə olan məqamı. İki, İnsanlar müxtəlif kökdən deyil, müxtəlif budaqlardan deyil əslində bizim başa düşdüyümüz və tərcümə etdiyimiz kimi. İnsanlar pərakəndədir. Ki, bunlar hər ikisi bir-birinə qayıdır. Qısaca olaraq, o Peyğəmbər ki, Allah Teala mütləq varlığın özü olan Həzrəti Haqq Teala'nın bütün isimlərin cəmi olan Allah isminin insan həqiqəti surətində olan Peyğəmbər həqiqətinin dilindən süzülən kəlam Qur'ana əsasən birbaşa Allahın öz kəlamıdır. Yəni, mütləq varlıq olan Həzrəti Haqq, Həzrəti Allah öz kəlamını birinci növbədə insan həqiqəti surətində Peyğəmbər və Peyğəmbərin fiziki varlığın fiziki, Allahın fiziki təcəllisində fiziki bədənlə Peyğəmbərin fiziki dilindən bizə deyir. Qur'an buna işarə edir. Ma yentaqu anil hava, həvai nəfs və müxtəlifliklərdən danışmaz. Bir həqiqətdir. İn huvə illə vahyun yuha. Hər nə deyirsə, özü də heç vaxt danışmaz. Hər nə deyirsə, yuha, vahyun yuha. Demir, vahyun yuhillah. Allah vəhy edir. Deyir, bir vəhiydir ki, onun hər dediyi. Yuha. Peyğəmbərin burada məqamının ucalığını göstərmək üçün Allah buyurur ki, yuha. Naməlum saxlayır, ona vəhy edilir. Yəni, mütləq varlığın həqiqəti olan haqq ki, heç vaxt, heç bir halda fiziki və metafiziki olaraq heç bir varlıq öz həqiqəti olan o haqqı tapa bilməz. O naməlum və qeyb məqamından Peyğəmbərin həqiqəti gəlir. İndi bu Peyğəmbər buyurur ki, mən həqiqətindən danışmışıq. Və Əli bir həqiqətdənik. Şəcərə çox həssas mövzudur. Peyğəmbər indi buyurur ki, mən ki, naməlum və heç kəsin əl çata bilməyəcəyi mütləq həqiqətdən gələn cilvəyəm, mən və Əli birik. Mən və Əli bir kökdənik. Min şəcərətin vahidə. Bizim həqiqətimiz tək olan və varlığın özü və həqiqəti olan haqqın cilvəsidir. Necə ki, Peyğəmbər digər bir hədisində yenə də özü və Əlini bahəm gətirir. Buyurur ki, kuntu ənə və Əli nuran beynə yədəyilləh qablə ən yəxluqa Adəm bi 14 əlfə am.
mən və Əli Adəm əleyhissalam yaranmamışdan, xəlq olmamışdan 14.000 il öncə bir nur idik ki, ilahi məqamda seyr edən. Yəni, bütün ilahi isimlərin bir həqiqəti var. O da Allah ismidir. O mütləq varın Allah ismidir. O Allah isimləri ilə birgə öz məqamında, yəni bütün varlıq sisteminin həqiqətində mən və Əlinin nurunu öz isimləri ilə göstərdi. Və o ki buyurur 14.000 il əvvəl, bunun digər fəlsəfələri var. Niyə 14? Və əvvəl zamanidir, xeyr, zamani deyil. Yəni məqam baxımından. Zaman və məkanın fövqü. Metafizika, hətta metafizikanın əsası olan bir həqiqət aləmindəydik. Mən və Əli. Bu bir tərəfi. Amma ikinci tərəfində o həzrət buyurur ki, Peyğəmbərimiz وَالنَّاسِ min əşcarin şəttə. İnsanlar isə müxtəlif şəcərələrdəndir. Müxtəlif ki, biz zahiri tərcümə edirik. Yəni, pərakəndə. Diqqət eləyin, bunun mənası bilirsiniz nədir? Bir ağac təsəvvür edin. Ağacın 3 əsas hissəsi var. 1. Köküdür. 2. Kökdən qaynaqlanan gövdəsidir. 3. Gövdə üzərində olan budaqlardır və o budaqların üzərində də xırda-xırda budaqlardır. Peyğəmbər buyurur ki, mən və Əli bir kökdənik. Min şəcərətin vahidə. Bir ağacdanıq. Yəni, varlıq aləminin misalını bu ağacla vursaq, misal olaraq ki, zehnimizə otursun, Həzrət-i Haqq mütləq varlığın özüdür. Bütün zaman və məkan, onun fövqü, metafizika və bütün hər şeyin həqiqətidir ki, ondan açılıb hər şey. Yəni, o özünü göstərib. Amma bu kökün, varlıq kökünün, indi ağacla müqayisə edin, ağacın kökündən qaynaqlanan ilk təcəllisi nədir? Onun gövdəsi. Sanki Peyğəmbər buyurur ki, mən varlıq ağacının kökü ki var, Həzrət-i Haqqdır, varlıq ağacının gövdəsi bir, mən və Əliyik, bir kökdənik. Amma insanlar min əşcarin şətta. Əgər buyursaydı müxtəlif ağaclardandır. Çünki diqqət eləyin, hər pərakəndə olan müxtəlifdir. Bir-biri ilə fərqləri var. Amma hər müxtəlif pərakəndə deyil. Eyni ilə biz məntiqi baxımdan deyirik, hər insan heyvan, yəni canlıdır. Amma hər canlı insan deyil. İndi hər pərakəndə olan həm də müxtəlifdir bir-biri ilə ki, pərakəndədir. Amma hər müxtəlif olan pərakəndə deyil. Çünki ixtilafın iki cürü var. Məsələn, Peyğəmbər və Əli əleyhissalam. Bunlar bir gövdədir. İki isimdir. Hər halda ixtilafları var da, biri Peyğəmbər, biri Əli surətində. Amma bir həqiqətdilər. Pərakəndə deyirlər. Peyğəmbərlə Əlinin ixtilafı hardadır? İki cilvə olmağında. Peyğəmbər nuru və ondan cilvələnən Əli nurundur. İnsanların pərakəndə gətirilməsi burada, bu o deməkdir ki, gövdədən çıxan budaqlar hamısı müxtəlifdə olsalar, amma pərakəndə müxtəlifdirlər. Eyni məqamdadılar. Əli və Peyğəmbərin hesabı ayrı, bütün digər insanların hesabı ayrı deməkdir. Və digər deyimlə desək, Peyğəmbər və Əli ki, bir həqiqətin iki üzüdülər, bunlar varlığın kökündən qaynaqlanan ilk insan həqiqətidirlər ki, digər insan həqiqətləri müxtəlif və pərakəndə surətdə bu nurani vücuddan və varlıqdan fiziki və metafizika aləmdə, həyat mərtəbələrində cilvələnmişik bizlər.
Məsələ budur. Deməli, Peyğəmbər ki buyurur, mən və Əli bir ağacıq, amma insanlar pərakəndədirlər. Yəni, insanlarla bizim hesabımız ayrıdır. Onların həqiqəti bizdən süzülüb gəlir. Bəziləri deyir, Əliyə niyə təvəssül edirsən Allaha? Allaha şirk qoşmaq deyil. Bu mətləbi kimsə yaxşı dərk eləyəndə başa düşür ki, Allah ki, bir dəfə danışmışdıq, kim Allahı gözəl isimləri ilə çağırmasa və orada ispat etdik ki, Allahın isimləri Əhl-i Beytdir. Allah onları məzəmmət edir, küfür sayır, mənim isimlərimlə çağırmasaz. Yəni, mənim ilk insan həqiqətində cilvəm olan və bütün isimlərimin toplumu olan Peyğəmbər və Əli ilə çağırmasaz, tamam azğın yoldasız. Mənası budur. Mən və Əli bir ağacıq, bir həqiqəti. Digərləri pərakəndədirlər. Yəni, bizdən qaynaqlanıblar. Öz aləmlərində, öz məqamlarında. İnsanın həqiqəti harada əlinə gələ bilir? Bayaq dediyimiz Əli əleyhissalamın başa düşülməyən bəzi özü barəsində özünü tanıtdıran da hədisləri var. Məsələn, bir yerdə gəlir, buyurur ki, Ənəl əvvəl vəl-axir vəl-zahir vəl-batin. Mənəm əvvəl, mənəm axir, mənəm əvvəl, mənəm son, mənəm zahir, mənəm batin. O, bir cahil bir neçə nəfər yanında dərk eləmədi. Öz baxış kriteriyası və prizması, vücudu genişlənməyib, həqiqətinə qayıtmış bir insan deyil deyə, zahiri parametrlərlə dərk eləyir deyə dedi, ya Əli, bu şirkdir. Sən özü Allahın yerinə qoydun. Allah buyurur Quranda ki, huvəl əvvəli, odur əvvəl, odur axır. Əli əleyhissalam bilirsiniz qissəsini. Möcüzə elədi, qoymadı onu geçsin. Darvaza bağlandı. Əli əleyhissalam onun dili ilə dedi ki, mənəm əvvəl iman gətirən mənəm. Əslində əvvəl iman gətirmək Əlinin həqiqətinin fiziki cilvəsi idi. Elə əvvəl iman gətirmək fiziki aləmdə deyil. Əvvəl nur olmağın cilvəsidir fiziki aləmdəki əvvəl iman gətirməkdir. Məsələ budur. Bugünlük bu qədər. Sizləri Allaha əmanət edirik.